Ceyhun müəllim, ümumiyyətlə bu xanımların da mərkəzi sizdədir bu narkomaniya ilə mübarizədə. Çox maraqlıdır. Evdar xanımlar da var mı arasında, yoxsa iş xanımlardır? Ələxsus da bu alkoqolizmdən əziyyət çəkən və Evdar xanımlar. Bəli, və son dövrlər iqramaniyadan, ludamaniyadan, qumarbazlıqdan. Bəli. Qadınlar. Bəli, çünki çox rahatdır. Evdə, telefonu əlində başlayır oynamağa və bu çox Kişinin də pulları gedir ora. Bəli, çox pis asılılığa gətirib çıxardır. Çox pis. Necə mübarizə aparırsınız onun müalicəsində? Yəni proqram əsası eynidir. Yəni müalicə də mərkəzdədir. Yəni bu asılılıqla mübarizə aparırıq. Burada qumarbazlıqla, alkoqolizm, narkomaniya və digəri bu asılılıqdır. Bu xəstəliyin adı asılılıqdır. Bu həmin o xəstəliklərin biz onun xəstəliyi pis verdikdə o simptomlardır. Əsasında bir xəstəlikdir. Asılılıqla. Bu da düşüncə tərzinin dəyişdirilməsi, davranış qaydaların dəyişməsi, bir çox proseslər var, proqram vasitəsilə onlarda bu formalaşır yenidən. Bəs xanımların mərkəzində sizdə indi kişilər də var, xanımlar da. Xanımlar özləridir də rəhbər, hə? Onlar özləri, yəni kişilər daxil olmur ora. Yox. Onu deyək, rəhbərlik gələndə nəsə bir işlə də, bağlı, amma belə yox. Çalışanlar da, xanımlar da. Orada da eynən bu kişilərdə kimi nəzarət varmı? Bəli, 100%. Kamera nəzarəti var. Güvənə bilər də xanımlar. Mütləq Anonimlikdə şəkildə tam qorunur. anonimlik qorunur və çox yaxşı nəticələr də var. Orada çalışanlar da elə sağalan insanlardandır. Yəni o bariz nümunələrdir. Gətirəcək yenə də bura. Təşəkkür edirəm.